Məkkənin fəthi günündə, Məkkə fəth olunduqda, o zaman deməli bilirsiniz, o bütlərdən təmizləndi. Məkkənin içində, həmçinin onun üstündə bütlər var idi və ətrafında bütlər vardı. Onlar təmizləndikdən sonra Peyğəmbərimiz Bilal Həbəşiyə əmr etdi ki, Kəbə evin üzərinə çıx, azan ver. Və hətta orada ki, o deməli məcburi şəkildə təslimiyyət göstərmiş o Tulaqa qismi ki var idi, onlar hətta ikrahla baxırdılar buna. Nəyə görə ikrahla baxırdılar? Çünki o dövrə qədər ki, ərəb cəmiyyətində Kəbə evinin kutsaliyyəti, müqəddəsliyi tamamilə fərqli idi. Onlar onun daşına, onun örtüsünə müqəddəslik verirdilər. Allah Qureyş surəsini nazil etdikdə "Fəliyəbudu Rabb həzəl beyt" dedi. Bu evin Rəbbinə ibadət edin. Yəni bu evin özündəki kutsaliyyət deyil. Bu evi müqəddəs edən şey onun dəyərləridir. Yəni onları dəyərlərə və prinsiplərə yönəltdi. Və o zaman Peyğəmbərimizin həmin Bilal Həbəşini Kəbə evin üzərinə çıxartması, azan verməyə onu təşviq etməsi. Çox inqilabi bir hadisə. Bu inqilabdır. Özü elə bir inqilabdır ki, bu ərəb cəmiyyətinin ən aşağı yerindən olan bir adamı çıxardıb ərəb təfəkkürünün, zehniyyətinin ən üstünə çıxartmaqdır bu. Həqiqətən o qədər böyük bir hadisədir. Yəni bunu dərindən baxanda. Əslində yəni bu məsələ araşdırmalı nöqtədir. Amma Zaman bəy, başqa adamları da qaldıra bilər də Kəbə evinin Əlbəttə, Abbas məsələn, yəni səs məsələsi orada önəmli deyildi də. Bəzən elə bilirlər ki, o Bilalın sırf səsi yaxşı idi deyə onu qaldırdılar. Təbii ki, Abbas Peyğəmbərin əmisi idi və bilirsiniz ki, Kəbə evinin örtüyünün dəyişilməsi, orada hacılara su verilməsi məsələsinin uzun müddət Abdülmüttəlib oğulları həyata keçirtmişlər. Və Abbas da həmçinin səsi çox gür bir adam idi. Yəni bunu biz başqa bir hadisədən də bilirik. Huneyn savaşında o zaman ki Peyğəmbərimiz və onun əshabı 12 min, deməli 12 minlik bir orduyla Huneyn vadisinə girdikləri zaman Bəni Saqif tayfası ilə, Bəni Hənif tayfası ilə ki savaşa gedirdilər. Onların başında olan bir adam var idi, Əf İbn Məlik adlı birisi vardı. Onlara bir hilə qurmuşdu. O dar keçiddən keçdikləri zaman hər tərəfdən onların üzərinə axdıqda əksəriyyət insan qaçdı. Və İbn Hişam orada deyir ki, Peyğəmbərin ətrafında 7 dənə adam qaldı. Ad sayır kimlər qaldı onun ətrafında. Qalan hamı qaçdı. Və o zaman əbisi Abbasa dedi ki, ey Abbas, sən gür səslisən. Səsdə. Çıx, deməli, Ənsarı geriyə çağır. Çünki Ənsar mənə Akabədə ölüm üzərinə bəyyət etmişdi. Yəni, bu hadisədən görürük ki, bəli, Abbasın kifayət qədər güclü, gür səsi var. İnsanları namaza çağırmaq üçün o daha unikal variant idi. Amma niyə Peyğəmbərimiz məhz Bilal Həbəşiyə dedi? Bununla ərəb cəmiyyətinin tabularını qırdı. Bax, məsələ budur.